Xoş gördük Qərb Azərbaycan televiziyanın tamaşaçıları. Qərb Azərbaycana doğru verilişinin növbəti efir saatı başlayır. Bugün çox maraqlı bir qonağımız var. Hazırda Ermənistan-Azərbaycan münasibətləri, tarixi torpaqlarımıza münasibət, milli özünü dərk, milli mənəvi mirasımızın yenidən tanıdılması, amma həm də özümüz tərəfindən yenidən tanınaraq dərk edilməsi prosesi gedir. Bu böyük bir prosesdir. Bu milli özünü dərkə gedəndə, milli özünü qiymətləndirməyə gedən yolda mühüm bir mərhələdir. Doğrusu, bu yolda kifayət qədər sürətlə irəliləyirik və bu yolda cığır açan sənətkarlarımız var, cığır açan ictimai xadimlərimiz var, cığır açan tətbiq sənət ustalarımız var. Onlar öz fəaliyyətlərlə Qərbi Azərbaycanda qalan tarixi mirasımızı bugün bərpa etməklə, dünyaya təqdim etməklə Qərbi Azərbaycanda əcdadımızın yaratdığı maddi mirasın nə qədər dərin, nə qədər böyük miqyaslı, incəsənət baxımından nə qədər dəyərli olduğunu təqdim edirlər dünyaya. Bu maraqlı qonağımız İskəndər Sərdarlı İrəvanidir. Tətbiqi dekorativ sənət ustasıdır. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür. Dəyərli bir ziyalıdır, intellektualdır, tariximizi bilir, kökümüzü bilir, üstəlik də incəsənətimizi, mədəniyyətimizi dərindən bilir. Bu yaxınlarda onların Almaniya Federasiyasının Nürnberg şəhərində maraqlı bir sərgiləri təşkil olunubdur. Sərgidə müəyyən təəssüratlar var. Bizim torpaqlarda oturub bizim mirasımıza sahib çıxan ermənilərin çox əsəbi reaksiyası var. Bu hallara, bu təqdimata qarşı, bizim dəyərlərimizi, Qərb Azərbaycan dəyərlərimizi təqdim etməyimizə qarşı elə bu məsələlər ətrafında danışacağıq. Hörmətli İskəndər bəy Sərdarlı İrəvani. İrəvan və Sərdar sözləri o qədər gözəl bir-birini tamamlayır ki, Sərdarabad qalasından tutmuş, ondan sonra Çuxursəddən tutmuş, İrəvana qədər torpaqlarımızı bizə xatırladır. Siz ustadsınız, araşdırmacısınız, tətbiqi dekorativ sənətlə məşğul olursunuz və çox böyük uğurlar əldə etmişsiniz. Bir qədər unikal və spesifik sahə olduğuna görə mən istəyirəm, özünüz qısa bir təqdimat eləyəsiniz. Nədir bu? Nəyə görə ermənilərin bu qədər əsəbi reaksiyalarına səbəb olur? Xoş gördük. Deməli, bu bizim üçün milli mədəni irsimiz, bizim tarix yaddaşımızın namusudur, qeyrətidir. Biz o namusun keşliyini çəkirik sadəcə olaraq. Biz siyasətlə məşğul olmuruq. Həm də bizim milli kimliyimizin, milli mənəvi dəyərlərimizə söykənən milli kimliyimizin o kodu ki var, o kod bizim o zehniyyət parametrlərimizin elə bil şifrələrini açır. O zehniyyət parametrlərin kodlarını da bax, müəyyən əsərlərlə, onların təqdimatıyla, onun fəlsəfəsini təbliğ eləməklə sərgiləmək olur. Yəni ki, bu zehniyyət sahibi olan xalq, yəni bu bir törədən yarandı, bir törə qanunları, törəmiz müqəddəs ailə institutuna söykənərək yarandı. Yəni, o dəyərlərə söykənərək bütün dinlərdən, bütün o cərəyanlardan əvvəl yaranan ilk o başlanğıc təməldir. O təməl bizi çağırdı, harayladı ki, bizim qətliama məruz qalmış Qərbi Azərbaycan ərazisində çoxlu tarixi memarlıq abidələrimiz var və eyni zamanda o abidələri formalaşdıran, bayaq dediyim o zehniyyətə sahib olan, o ənənələri oturuşmuş eləyən bir mədəniyyət nümunələri var və o zehniyyət var. Bizim elə bil ona olan bizim borcumuzu bugün yerinə yetiririk və hər zaman da bunu fikirləşdik nə şəkildə edək ki, insanlar üçün də, dünya üçün də maraqlı olsun. Bax, dekorativ tətbiqi sənət bunun elmi adıdır. Amma əslində el sənəti ənənələrdir.
Bizim xalçamız haqqında danışmağına dəyməz. Çünki bütün dünya bilir ki, xalça həm də bizim simvollarımızdan biridir. Onun yanında olan sandıq isə ümumiyyətlə bütün el sənəti ənənələrimizdən birinin əcdadıdır və bugünkü o mebellərin falan onların əcdadıdır. Və onu bugün günümüzə qaytarmaqla biz diqqət cəlb elə bildik ki, onu incəsənət, sənət əsərləri səviyyəsində insanlara tanıdaq və onu da sənət əsəri eləyən onun üstündə daşıdığı hekayə olur. Yəni əvvəl çox funksionallığına görə sıradan çıxıbsa, bugün o artıq sirri içində deyil, üzərində daşıyır. Üzərində də daşımaq üçün maşallah, yəni Allahımıza çox şükür olsun ki, o qədər zəngin mədəni irsimiz var bizim Qərbi Azərbaycanımızda, İrəvan xanlığında. Biz əsas İrəvan xanlığı dövrünü götürdük və bizim ayrı-ayrı işlərimiz, ayrı-ayrı zaman kəsiyində sosial şəbəkələr vasitəsilə təqdim olunur mətbuatda və ermənilər bizi çoxdan izləyir. Yəni ki, uyğun adamları indiyə kimi əsəbi reaksiya görməmişdik. Bizə bir Yaponiyadan bir erməni qaleristi çıxdı. O bizə dedi ki, xoş sözlər, sizin sənətinizə belə hörmətimiz var, ehtiramımız var və biz sizin bütün bu kolleksiyanızı almağa hazırıq. Yəni mən də o zaman maraqlandım ki, bu kimdir, niyə bu belə maraqlı gəlir buna və sonraki sizin fəaliyyətinizi də dəstəkləməyə hazırıq, nə bilim, belə sözlər. İndi mən fikirləşdim ki, bu Yaponiya vətəndaşıdır, orada yaşayır, oradakı qaleristi falan. Açdım, maraqlandım, tapdım bunun səhifəsinə, artaq, yenə də artaq. Yəni, başa düşdüm ki, yox, bunu sənət tərəfi maraqlandırmır. Bax, siyasi məsələ onda onlar tərəfdən başlayır ki, onlar mənimsəmək istəyirlər. Bu məsələni biraz aydınlaşdıraq. Demək, dəyərli tamaşaçılar, söhbət nədən gedir? Qərbi Azərbaycanda mövcud olmuş, hətta bugün də mövcud olan axtarsaq yenə taparıq. Bu, əcdadımızın yaratdığı bu maddi mədəni miras nümunələri ki, var ki, onları indi İskəndər müəllim bərpa edir, araşdırır, araşdırmacı, tətbiqi, dekorativ sənət ustası, yəni araşdırır, onları bərpa edir. Onlar əslində milli kimliyin ifadəsidir. Burada qeyd edildi, demək, oymalar vasitəsindən, əl işləri vasitəsindən, sandıqların üzərində və s. mücrülərin üzərində, digər maddi nümunələr üzərində. İndi bir erməni çıxır və bunu almaq istəyir. Başa düşürsünüz? Yəni, söhbət nədən gedir? Onlar dərk edirlər ki, bunu gizlətmək mümkün deyil. Bu, Qərbi Azərbaycanda bizim yaratdığımız mirasdır. Çünki erməninin belə bir sənət əsəri olmayıbdır. Erməni hələ bugünə qədər də bir miras yarada bilməyibdir. Baxmayaraq 200 ildir Qərbi Azərbaycanda yaşırlar. Onu bu və digər formada mənimsəməyə çalışıb, almağa çalışırlar. Yəni, bu yadıma nəyi saldı İskəndər müəllim? Deməli, erməni keşişi 1-ci Pyotra müraciət edir ki, mənə İrəvan ətrafında 40 öküz gönü qədər torpaq ver. Pyotr da təəccüblənir ki, bu 40 öküz gönü nə qədərdir ki, bu qədər torpağı nə eləyir? Sonra izah edirlər ki, bu elə demir. Deyir ki, 40 öküz gönündən nazik ip çəkəcəksiniz. O nazik ipin demək əhatə etdiyi qədər. Bu da hardasa bəlkə də bir 9.000, 8.000 kvadrat kilometr ərazi eləyir. Onu da doğrudan da alırlar. Yəni, indi eyni əcdadın fırıldaq törəmələri, eyni fırıldaq əcdadın fırıldaqçı törəmələri eyni yolla sizi əl almağa çalışır. Nürnbergdən gəlmişsiniz, sərgidən təqdimat eləmişsiniz. Bu barədə biraz danışaq. Deməli, Nürnberg səfərimiz necə alındı? Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq fəaliyyət göstəririk həm də bu sahədə. Yəni, Azərbaycanın qeyri-hökumət dövlət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə biz mədəni irsimizi təbliğ edirik. O cümlədən Qərbi Azərbaycan mədəni irsini. Və biz o seçim edirik partnyorlarımızı. Həm İstanbulda olduq, indi necə oldu ki, Almaniya gəldik. Almaniyadan bu yay gələn bir nümayəndə heyəti Türkiyə ilə həm İzmirdən, həm Berlindən, həm Nürnbergdən olan bir heyət idi. Orada Almaniyada, Nürnbergdə, Almaniyada yeganə Türk tarixi və mədəniyyətləri muzeyi var. Mədinə Dərnəyinin nəzdində yarılıb. O muzeyin qurucusu
Onlar bizim Dərələyəzin Vəhdətdə əsərini, hansı ki Topqapı Sarayında saxlanılır, o əsərə həsr olmuş elmi praktik konfrans təşkil elədilər və bizi dəvət elədilər həm ailə olaraq, həm təşkilat olaraq və o konfransa 12 ölkədən mütəxəssislər qatılmışdı. Onlayn konfrans idi. Yaponiyadan tutmuş da, yəni ki, ABŞ-a qədər orada mütəxəssislərin qarşısında və o müzakirələrin də adı da, bu konfransın adı Türkiyə kültür mirası Dərələyəzim əsəri. Yəni ki, bu ortaq dəyərlərimizə söykənən bir mədəniyyət hadisəsi kimi onlar qəbul elədilər, yanaşdılar. Həmin adam gəldi, bir də Azərbaycanda bizim muzeyimizə baş çəkdi, bir də bizim Eldar Ömərovun evinə getdi, bir də bizim evə gəldi. Sərdar Sandıq evinlə yaxından tanış oldu və o nümayəndə heyəti də bir 25 nəfərə yaxın, həm də oradakı Türk teatrı var Nürnbergdə. O teatrın da qurucuları və heyəti, onlar da gəldilər, bizdə oldular. Yəni, onlar onu mən burada təsəvvür eləyə bilmirəm hansı hisslər keçirdilər. Yəni, müəyyən məsələləri lentədə almışıq. Və dərhal bizi dəvət elədilər ki, biz bunu Almaniyada mütləq bunu təbliğ eləməliyik, yaymalıyıq. Yəni, təklif elə o anda gəldi. Biz də dəyərləndirdik. Nürnbergdə bir həftə bu iki məntəqədə, yəni həm muzeydə, həm Türk teatrında obyektiv kültür mərkəzidir. Orada vaxtilə, məsələn, bu muzeyin qurucusu 19 yaşında Türkiyədən çıxıb, artıq yaşlı başlı adamdır. Yəni ki, o vaxtdan orada formalaşan Türk icmasıdır. Bunlar bizə o qədər sıcaq qucaq açdılar, o qədər belə yüksək səviyyədə qarşılar. Hətta bizim o sərgiyə, Qərbi Azərbaycan sənətkarlığı sərgisinə həsr olunmuş ayrıca bir Azərbaycan musiqisi gecəsi keçirdilər. O da erməniləri çox pərt eləyir ki, bunlar hətta orada belə İndi bunların məqsədi nədir? Bunların məqsədi siyasət deyil. Həmin muzeydə təsəvvür eləyin ki, İrəvan xanlığı dövrünün pulları var. Əski pulları. Həmin muzeydə, mən bilmirəm, bizdə burada var yoxsa yox, amma o muzeydə var. Və bizim Dərələyəzim əsərinin bir başqa prototipini də onlar həmin deməli, o pullar olan yerdə ümumiyyətlə Qərbi Azərbaycana, ümumiyyətlə Azərbaycana aid olan eksponatların yanında möhtəşəm bir yerdə qoyublar və onun içində də Şirvanşahlar dövrünə aid olan bir tac qoyublar. Və ora bugünə qədər 10 minlərdən insan gəlib tanış oldu. Və ona görə onlar istəyirdilər ki, özləri bizə bildirdilər, hətta mətbuatda da bu. Yəni ki, bu əsərə qarşı belə bir münasibət var. Bizim üçün yaxşı olardı ki, bütün bu mədəniyyətlə tanış olaq. Bu, o minvalla biz getdik, çıxdıq Nürnbergə, heç bir siyasi çıxışlar da olmadı. Sırf Yəhudi icmasının lideri var Nürnbergdə. Nürnbergin ən tanınmış simalarından biridir. O, həmin günü meriya ilə bir yerdə onların bir tədbiri var idi. O çıxışını tez saldı ki, mən gedirəm Azərbaycanın mücrüləri ilə tanış olmağa. Və ora gələndə hamısının gözündə bir sevinç dolu təəccüb var idi ki, yəni bu şəxsən özü gəldi, hamburger, yəni Akim hamburger. O da öz sayğısını bildi ki, biz həmişə Azərbaycan, biz həmişə dağ yəhudilərindən o doğmalığı görürük, istədiyini görürük. Amma Avropa yəhudiləri də dedilər ki, bizim Azərbaycan ölkəsinə, onun siyasətinə, onun mədəniyyətinə sayğımız olduğundan biz o tədbiri... Doğrudur. Bax, belə bir münasibət yarandı orada. Burada heç bir siyasi... Çox maraqlıdır. Əlbəttə, siyasət dediyimiz nədir ki? Siyasət dediyimiz əslində milli məqsədə gedən vasitədir. Biz onu mədəniyyət vasitəsindən eləyirik, incəsənət vasitəsindən eləyirik. Ona görə də siyasət də olsa qorxulu bir şey yoxdur. Əslində isə biz həqiqəti deyirik və həqiqət elə siyasətin düz özüdür, əgər doğru yanaşsaq. Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət sayəsindədir bütün bizə münasibət, yəhudilərin də münasibəti, digər xalqların da münasibəti. Əldə etdiyimiz zəfərə olan münasibət də əslində xalqımızın gücünə, qəhrəmanlığına olan münasibətdir. Amma Avropa yəhudiləri elə bizik, aşkenazlar. Aşkenazların böyük əksəriyyəti, mən iddia eləmirəm hamısı, böyük əksəriyyəti Xəzər xalqanatlığında yəhudiliyi qəbul etmiş türklərdir. Antropologiyaları da çox maraqlıdır. Yəhudilər əslən semit olduqlarına görə bizim klassik mənada yəhudi dediyimiz o İsrail oğulları demək, bunlarda antropologiya fərqlidir. Ancaq Avropa yəhudilərinin
aşkenazların antropologiyası bizlə üst-üstə düşür. İndi maraqlı bir tarixi metod müəyyənləşdiriblər. Genetika ilə, Y xromosomunla, P1, P2, P3, pH və s. və s. H-bloklarla, yəni kişi cinsindən gələn o genetik ötürücülərlə müəyyənləşdirirlər. Mənə elə gəlir ki, bu istiqamətdə də müəyyən araşdırmalar aparıla bilər və s. Mən sizə təşəkkür edirəm İskəndər müəllim. Amma söhbətimiz burada bitmir. Bu maraqlı söhbəti biz düşünürəm ki, növbəti efirlərimizdə də davam etdirəcəyik. İnşallah, inşallah. Əziz tamaşaçılar, Qərb Azərbaycana doğru verilişimizin növbəti efir saatı başa çatdı. Sağ olun, növbəti görüşlərədək.